İnsanın həyatı din məntiqi ilə yanaşsaq iki hissəyə bölünür. Dünya həyatı və axirət həyatı, daha doğrusu insanın həyatı bir həyatın iki dərəcəsidir. Aşağı dərəcəli həyat dünya həyatıdır, həqiqi həyat axirət həyatıdır. Axirət həyatını biz bəzən məcazi həyat sayırıq, əksinə dünya həyatını real həyat və bu bizim ciddi səhvlərimizdən biridir. Bizim şuuraltımızda belə bir təsəvvür var ki, burada həqiqi mənada mövcuduq, axirətdə isə mövcudluğumuz məcazidir, amma tam əksidir. Tam əksidir. Burada bizim mövcudluğumuz bir qədər varlığın, mövcud olmağın aşağı dərəcəsidir. Həqiqət zuhur eləyəndə onu anlayacağıq ki, həyat həqiqi mənasında axirət həyatıdır. Burada mövcudluğun aşağı dərəcəsindəyik. Quran buyurur, İnnəd-dārəl-āxirə ləhiyəl-həyəvan. Bu qəribə bir ayədir. Buyurur ki, axirət evi həqiqi yaşayış odur. Həyat o deməkdir. Burada o həyatın zəif işartısıdır bu dünya həyatı. Həyatın həqiqəti var, onun təzahürü var. Bu dünyada mən demirəm biz biri deyilik, amma buradakı mövcudluğumuz o həqiqi mövcudluğun aşağı dərəcəsidir, təzahürüdür. İnsanın axirəti ciddiyə alması üçün nə təklif eləyə bilərik? Yolu nədir? Necə eləyə bilərik ki, axirəti ciddiyə alaq? Onun sadə yolu budur ki, dünyanı ciddiyə almamaq. Dünyanı ciddiyə almamaqla axirəti ciddiyə ala bilərik. Axirətin həqiqətini başa düşə bilərik. Bir qəlbdə həm dünya məhəbbəti, həm axirət məhəbbəti mümkün deyil. Bunu bizə açıq şəkildə hədislər bildirir. Bir qəlbdə ikisi də eyni dərəcədə əhəmiyyətli ola bilməz. Allah bizə seçim verir. Ya bu, ya bu. İkisindən biri. Qəlbin yeri ikisindən birinin məhəbbətidir. Yəni qəlbdə olan yer bunların ikisindən birinə həsr olunmalıdır. Bu sözün təbii ki, mənası bu deyil ki, biz dünyamızı buraxaq, axirətə yönələk. Mən yorulmadan bunu təkrar eləmək istəyirəm. Bu sözü səhv başa düşməyin ki, bu danışdıqlarımızın mənası budur ki, dünyanı buraxaq, axirətə yönələk. Heç bir ağıllı insan bunu qəbul eləməz və belə iddiada ola bilməz. Hədislərdə də qeyd olunur ki, axirət üçün ən yaxşı köməkçi dünya həyatıdır. Bir hədis tapa bilməzsiniz ki, dünyanın həyatını tərk elə, əksinə hədislər tapa bilərsiniz. Mənim dinimdə tərki dünyalıq yoxdur. Bu ciddi mövzudur, ciddi məsələdir. Dünyadan istifadə edib axirətimizi abad etməliyik. Başqa yolumuz yoxdur. Amma bax, bu amması çox mühümdür. İkisindən birini ciddiyə almalıyıq. İkisindən birinə önəm verməliyik. İkisindən biri bizim üçün əhəmiyyətli olmalıdır. İkisindən birinin qəmini çəkməliyik. İkisindən birinin şadlığı ürəyimizdə olmalıdır. İkisinin də mümkün olmur. İkisindən birinə qəlbimizdə yer verməliyik. Axirəti sevib, axirət üçün dünyamızı abad eləməliyik. Axirəti sevib, axirət üçün dünyamızı abad eləməliyik. Dünyanın abad olmasının da yeganə yolu axirətə diqqət eləməkdir. Bunu mən keçən dəfələrdə geniş izah elədim. Bunu bir gün bəşəriyyət anlayacaq. Allah o günü tezləşdirsin ki, biz nəhayət anlayaq. Biz deyəndə bütün bəşəriyyət bunu anlayacaq ki, dünyanı dünyapərəstlər yox, axirətpərəstlər abad eləyəcək. Dünyada tərəqqi, inkişaf, axirətpərəst insanların əli ilə həyata keçiriləcək. Dünyapərəstlər dünyanı düzəltmək istəyir, biraz da düzəldir, amma bu qaşı düzəldib gözü çıxartmağa bənzəyir. Müasir dünyanın mənzərəsinə diqqətlə baxsaz bunu görərsiniz. İnkişaf, tərəqqi, texnoloji tərəqqi nəhayət həddinə çatır, amma mənəvi aşınma ilə müşahidə olunur. Hələ də insanlar torpağı bölə bilmir, hələ də insanlar dava aparır nəyinsə üstündə. Bu dünyapərəstlərin abad elədiyi dünyadır. Bundan o yana getməyəcək. Dünyapərəstlər bu qədər abad eləyə bilər. Bu qədər abad eləyə bilər. Amma dünya həqiqi mənada
belə deyək, elmi texniki tərəqqi, mənəvi təkamüllə tamamlanmaq üçün axirətpərəstlər dünya işlərini nizama salmalıdır, islah eləməlidir. İmam zaman dövrü dediyimiz dövr həmin dövrdür. O gün bəşəriyyət anlayacaq ki, bu dünyanın rifahını da, sosial məsələləri də, mənəvi məsələləri də həll edəcək şəxs axirətpərəst insandır, axirətpərəst insanların sərvəridir. Dinin sözü, əsas sözlərindən biri budur ki, iki məhəbbət bir qəlbdə cəm olmayacaq. Dünya əkindir, ciddi əkməlisən, oturmalı deyilsən, amma fikrin biçinin yanında olmalıdır. Biçmək axirətdədir. İnsan qəlbinə axirəti yerləşdirərsə, hər ikisi abad olur. Dünyanı yerləşdirərsə, heç bir abad olmur. Siz elə bilməyin, dünyanı sevəndə dünya abad olur. Əgər abad olursa, onda gördüyümüz dünya abad dünyadır. Bəs niyə hamı şikayətlənir bu dünyadan? İnsan axirəti sevirsə, həm dünyası abad olur, həm axirəti. Bu təkcə maddi anlamda deyil, daha dərin mənadadır. Bir qəlbdə ikisi də yerləşməyəcək. Dünya qəlbə girdimi, axirət o bir qapıdan çıxacaq. Axirət girdisə, dünya çıxacaq. Bunlar mümkün deyil, ikisi də bir qəlbdə olsun. Və istəyirsən axirəti ciddiyə alasan, onun sadə yolunu bir daha vurğulayıram. Dünyanı ciddi hesab eləməyəsən, dünyaya əhəmiyyət verməyəsən, dünya önəmsiz olsun sənin üçün. Dünya mühüm olmasın. Bir daha deyirəm, bəziləri bu sözü biz danışanda eşidirdik, bu dinə müxalif olanlara sərf eləyən sözdür. Onlar da elə bunu istəyir ki, sizin başınız axirətə qarışsın, dünyanı biz özümüz çapıb talayaq. Bəziləri belə düşünür. Amma bu sözün mənası bu deyil. İnsan həqiqi mənada axirətə diqqət etsə, razı olmaz ki, dünyasını oğrular qarət eləsin, necə ki, İmam Hüseyn əleyhissalam razı olmadı. İnsan axirətin qədrini bilərsə, dünyanın da qədrini bilər. Dünya onun üçün başqa anlamda əhəmiyyət kəsb eləyər. Razı olmaz ki, dünyanı Yezid kimlər alsın, aparsın. Dünya üçün çalış axirət niyyəti ilə, dinin sözü bundan ibarətdir. Qəlbi insan dünyadan təmizləyərsə, axirətə diqqət yönəldərsə, kəş bir gün bunu təcrübə eləyə bilərdik. Görərdik ki, həyat necə şirin və ləzzətli olur insan üçün. Həyatın bütün acılıqlarının bir mənbəyi var. Bütün acılıqların bir mənbəyi o da dünya məhəbbətidir. Həyata zəhrimar qatır. İxtilafların kökü budur, ailələrin dağılmasının kökü budur. Yenə deyirəm, məqsəd elə elmi baxımdan inkişaf eləmək deyil. Dünyanı zahirən bəzəyib, özümüzə zindana çevirib, qəm-qüssə içində yaşayacaqsa, dünyanın bəzənməsindən bizə nə xeyr olacaq? Bütün bəlaların kökü, İctimai münasibətlərdə gərginliyin, ixtilafların kökü bu dünyanın məhəbbətidir. Bu qəlblərdən çıxsa, qəlblər səfalı olar. Onda belə insanlarla yaşamaq çox xoş olar insana. İnsan həm özü zövq alar, həm başqalarına sevinc bəxş eləyər. İnsan dünyadaykən axirətdə olması, dinin istəyi bizdən budur. Bədəniniz dünyada, ruhunuz mənim yanımda olsun. Bir gənc oğlanı görür Peyğəmbər. Hər kəs Peyğəmbərin diqqətini çəkməzdi. Bunun üzündə elə bir əlamət görür ki, Peyğəmbər ona doğru gəlir, deyir, nə haldasan? Nə haldasan? O da sadə cavab verir ki, yəqin halındayım, ya Rəsulallah. Soruşur ki, bu nə haldır, bu halı mənim üçün tərif elə. Çox sözlər orada danışır. Sözünün xülasəsi budur ki, elə bil cənnətdəyəm, cənnət əhlini görürəm. Elə bil cəhənnəm əhlinin naləsini qulağımla eşidirəm. Elə bil ki, buradaykən oradayam. Peyğəmbər baxır, onu bir cümlə ilə tərif eləyir. Hər adam üçün bu sözü deməzdi. Deyir, bu gənc Allahın elə bir bəndəsidir ki, Allah bunun qəlbini öz nuru ilə işıqlandırır. Allahın xüsusi bəndəsidir bu. Allah bunun qəlbini öz ilahi nuru ilə nurlandırıb. Bu nurani insandır, bu adi insan deyil. Belə bir insan yetişdirmək istəyirdim.
dünyanı belə insanlar abad edəcək. Bu məqamlara çatmaq üçün gərək mövcud olduğun dünya gözündə kiçilsin. Nə qədər insan dünyanın fikrində olacaq? Dəyərmi bu dünyanın dərdini çəksin insan qəlbinə? Çünki insan kiçik şeyin dərdini çəkdikcə özü də kiçilir, özü də balacalaşır. Keçən dəfələrdə demişəm, insanın böyüklüyü, balacalığı fikrinin böyüklüyü, balacalığı ilə ölçülür. Nə qədər böyük şeylər düşünürsə özü də böyüdür, nə qədər kiçik şeylərin dərdini çəkirsə özü də günü-gündən kiçilir. İşlərini gör, dəqiq gör, amma fikrin başqa yerdə olsun. Bunu istəyirdim bizdən. Maşın sürənlər, çoxu bəlkə də burada maşın sürəndir. Bütün hərəkətləri dəqiqliklə icra eləyir, amma fikri elə o hərəkətlərinin yanında deyil, fikri başqa bir yerdədir. Təzə-təzə öyrənəndə hər şey yanındakından soruşur ki, indi neyniyim, necə eləyim, fikri hərəkətlərinin yanındadır. Bir müddət sonra dəqiqliklə icra eləyir, amma fikri başqa yerdədir. Təzə öyrənən fikri hərəkətlərindən amma dəqiq eləyə bilmir, çaşır. Amma öyrəndikdən sonra fikri daha önəmli şeydir, amma bu işləri dəqiq icra eləyir. Allah bizdən istəyir dünya işlərini dəqiq yerinə yetirək, amma fikrimiz axirətdə olsun. Dünyamızı bağlayaq axirətimizə, onda dünya da nizama düşür. Onda işə gecikmirik, çünki işə gecikmək Allah qarşısında məsuliyyətdir. Onda ruzi qazanmaqda zəiflik göstərmirik, çünki Allah bizdən tələb eləyir. Onda söz verəndə sözümüzə, vədəmizə xilaf çıxmırıq. Görürsünüz, dünya necə abad olur. Onda bir tələbə, gənc namaz qılan oğlan dərsə gedirsə, dərsini oxumamağına görə Allahın qarşısında cavab verəcəyini bilir. Odur ki, o niyyətlə dərs oxuyur. Mənfəət niyyəti ilə yox, diplomu ilə fəxr eləmək niyyəti ilə yox. Nəticə yenə də həmin nəticə olur, amma daha məhsuldar olur. Onda insan işləməkdən yorulmur, oxumaqdan yorulmur. Bunların hamısının Allaha bağlı olduğunu anlayır. Bu konsepsiyanı ancaq din təqdim eləyə bilir. Bugün mən bəzi kitablara baxıram, deyirlər qərb cəmiyyətində əmək, iş üzücü bir prosesə çevrilib. İnsanlar yorulur işləməkdən, insanlar iyrənib işləməkdən. Çünki stimul, motivasiya yoxdur. Motivasiya yalnız və yalnız maddi rifahdırsa, insan düşünür ki, tez işimi görüm, gedim altı bazar yeyim, içim, gəzim, dincəlim. Artıq bir boşluğa gəlib düşür. Amma din istiqamət verir. İnsanın məişət məsələlərinə də, gündəlik məişətinə də bir məna qatır, rəng qatır. İnsanın hər bir kiçik və böyük iş ibadətə çevrilir. Axirətə diqqət eləyəndə bunları nəzərə alıb diqqət eləməyimiz lazımdır. Bu şəkildə diqqət eləsək düzgün hesab olunur. Dünyanı insan bir oyun zənn eləyə, oyun kimi baxa dünyaya. Hər şey nisbidir. Hər şey nisbidir. Bir gün müdürsən, nisbidir. Sabah işçisən, oyundur. Nisbi məfhumlardır. Bugün pullu rolundasan, sabah fəqir rolundasan. Önəmli məsələlər deyil. Əqəlun nas ənzərəhum fil əvaqib. Əleyhissalam buyurur. İnsanların ağıllısı buranı yox, oranı düşünənlərdir. Ağıl sahibləri, axırı düşünənlərdir. Mən keçən dəfə dedim, bir dəfə özünüzə oturun, sual verin, sonra gəlib çıxacaqsınız məqsədə. Evləndim sonra, övladım oldu sonra, övladımı evləndirdim sonra, nəvəm oldu sonra. Axır torpağa gedib dönməkdirsə, bir dəfəmlik axırı düşünün. Əleyhissalam buyurur ki, bax, ağıl sahibləri bu insanlardır. İnsan otursun, müqayisə eləsin, nə qədər qalacam axirətdə? 100 il, 200 il, 300 il, 1000 il, 100 min il, milyon il, milyard il, milyardlar il, sonsuz. Dünyada nə qalacam? 70 il. Yəni heç nə. Onu görəndən sonra yəni heç nə. Heç nə. Bir gözü yumub açmaq qədər. İndi bunun dərdini çəkər ağıllı adam, yox əbədiyyətin dərdini. Ona görə Əleyhissalam buyurur ki, ağıllı insan o insandır ki, axırı düşünür. Oyuncağa könül bağlamır. Oyuncaq sözünü mən çıxartmamışam, Qurandan dəlil gətirirəm. Allah Quranda buyurur: "İnnemed dunya la'ibun
buna Allah deyir, dünya oyundan başqa bir şey deyil. Ləib yəni oyundur, oyuncaqdır. Cabir sahabədir, gəlir İmam Baqir əleyhissalamın yanına. İmam da hərdən öz sahabələri ilə dərdləşir. Deyir ki, Cabir, qəlbim çox qəmlidir, ürəyim qəmlidir. Deyir, cü'iltu fidak, sənə fəda olum. Mə huzunukə və şuğlu qəlbik. Səni qəmləndirən nədir və nədir sənin ürəyini məşğul eləyən? Dünya qəmidir, imamdan soruşur. İmam deyir, la Cabir, xeyr Cabir. Dünya nədir? Dünyanın dərdini çəkin. Vəlakin huznu həmmil axirə. Axirətin qəm ürəyimdədir. Mən dəxələ qəlbəhu xalisu həqiqətil iman şuğilə ən ma fid dünya. Deyir, kimin ürəyinə imanın həqiqəti daxil olsa, xalis iman daxil olsa, dünyaya məşğul olmaz. Dünya dərhal dəyərdən düşər onun üçün. Daha önəmli şeyləri fikirləşər. Dünya oyuncaqdır, dalıca buyurur. Həqiqi həyat axirətdədir. Mən ərəbcə demirəm, tərcüməsini deyirəm. Sonra da yenə ağıl məsələsinə işarə eləyir. Buyurur və ələm ənə əbnəəd dünya hum əhlül qəfləti və qurur və cəhalə. Buyurur ki, bil ki, dünyanın əhli qəflət əhlidir. Qurur və cəhalət əhlidir, cahil insanlardır. Axirət əhli isə elm, təfəkkür və fiqh əhlidir. Ağıllı insanlardır, səviyyəli insanlardır. Yenə də səviyyədən söz açır. Bunu imtihan eləyə bilərsiniz. Hərdən yaxşıdır insan güzgünün qabağında dayanıb bir özünə baxsın. Baxsın ki, nəyin dərdini çəkirsən, özü-özünə gülsə yaxşı dərdən insan. Ki, sən bu səhərdən axşamacan ürəyindəki bu qəm nə üçün idi? Bugün az qazanmışsan, falan. İnsan özü-özünü hərdən tənbih eləməsi yaxşıdır. Bu ayıb məsələ deyil. Özümüz özümüzə təşrifatla davranmamalıyıq ki, yersiz ehtiram göstərməməliyik, hərdən özümüzü danlamalıyıq. Yadınızdadır, uşaqlıqda hamımız uşaq olmuşuq. Burada indi oturmuşuq, elə bilirik ki, elə belə doğulmuşuq. Hamımız uşaq olmuşuq, qaçmışıq, oynamışıq. Bizim ən böyük arzumuz falan oyuncağa sahib olmağımız olub. İndi uşaqlarımızda necədir? Səhərdən durur, deyir, filan oyuncağı al, gedir, seçir. Ən böyük ciddi cəhdlə çalışır ki, onu əldə eləsin. İndi baxırıq, təbəssüm yaranır üzümüzdə hamımızın. Amma bir müddət keçir, indi bax o uşağa. Özün özünə gülürsən ki, bunun qayğısına, dərdinə bax. Bir dənə yalançı, maşınçının səhərdən axşamacan özünü öldürür. Onun üçün ciddi məsələdir, həyati əhəmiyyəti olan məsələdir. Nə qədər mühümdürsə bu, bugün bizim üçün. İllər keçdikcə bugünkü qayğılarımız o qədər gülməli olacaq bizim üçün. Amma bu acı gülüş olacaq. Uşağa gülürük, bu şirin gülüşdür. Çünki onun təbiidir o şeyləri istəməz. Amma bizim də təbii deyil. Bizim üçün təbii məsələ deyil. Bu gülüş acı gülüşdür. Qiyamətdə insanlar özü-özünə güləcək. Amma göz yaşı ilə qarışıq gülüş olacaq bu. Deyəcək ki, mən dünyanı ciddiyə almışammış, oyuncağı. Mənim o uşaqdan heç bir fərqim yox imiş. Təsirsiz də ötüşmürdü qəlbdə. Elə deyil ki, məsələn, dünyanın qəmi gəlsin, təsir qoymasın. Dünya qəmi gəldisə viran qoyur. Bir dənə ah çəkirsən dünya üçün, o qəlbi bilirsiniz nə qədər xarab eləyir. Sonra düzəltmək üçün nə qədər çalışmalısan. Bir müddət mən sizə əlac yolu göstərirəm, özüm əməl eləməsəm də. Əlac yolu göstərmək mənim vəzifəm olub. Əlac yolu budur ki, bir müddət yaşadığımız dünyanı oyuncaq hesab eləyək. Hansı mövqedəsən, müdirsən, dinən oyundur, mənə rol veriblər, müdir rolundayam. Tamaşadır. Sabah işdən çıxartdılar, oldum işçi, dinən oyundur. İndi də işçi rolundayam. İşsiz qalmışsan, indi də işsiz rolundayam. Mən sözü gözəlləşdirmək üçün bunu demirəm. Vallah dünyanın həqiqəti budur. Məsələn, sözümü bədiləşdirmək üçün demirəm. Həqiqəti budur dünyanın. Pulun çoxdur, mənə varlı rol veriblər, sərvətli rol veriblər. Pulun yoxdur, fəqir rol veriblər. Hər şey bitəcək, sona çatacaq.
Oyundur, ürəyinə niyə salırsan ki? Adam da oyunu ürəyinə salar. Heyfdir ürək ki, bu qəmləri ürəyə salasan. Qəlb verilib ki, böyük şeylərin qəmi ilə yaşasın insan. Varlıq ilahi vəzifədir. Görüm neyniyəcək? Allahın sözü budur. Verdim görüm neyniyəcək? Aldım görüm neyniyəcək? Önəmli olan bunu verib almaq yox, sənin neyniyəcəyindir. Özünü oyunda hiss elə ki, orada rejissor sənə rol verir ki, bunu mahir ifa eləməlisən. Əsas bu ifa eləməkdir. Əsas hansı rolda olmağın deyil. Ahirəti sevmək üçün insanın dünyanı oyun bilməsi lazımdır vəssalam. Amma dünyadan gedəndə bunu başa düşür. Mən hədis oxuyuram, hərdən adama çox təsir eləyir. Bəzi hədislər xüsusən deyir, biri ölüb aparırlar dəfn eləməyə, cənazənin üstündə də ruhu gedir. Onu biz görmürük, o bizi görür. Bəzilərimiz ağlayırıq, bəzilərimiz ağlamırıq. Ya bizə yaxın adamdır, ya uzaq adamdır. Çiynimizdə cənazəsi gedirik dəfn eləməyə. Hədis buyurur ki, ruh baxır, ölənin ruhu bizə. Fəryad eləyir, amma fəryadı qulağımıza çatmır. Ağlaya-ağlaya fəryad eləyir. Nə deyir? Deyir ki, amandır, qoymayın dünya mənlə oynadığı oyunu sizinlə də oynasın. Allanmayın bunun bərbəzəyinə. Heç nəymiş, boş şeymiş, pus şeymiş. Amandır, qoymayın ki, dünya sizi də mənim kimi azdırsın. Mən nəyin dalınca düşmüşəm? Biri var, orada ağlayasan, faydasız. Bir də var, indidən başa düşüb aram olasan və xoşbəxt yaşayasan. Hansı daha yaxşıdır?